Hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün biz 7-ci gün seansımızı huzur və daxili sükunət terapisini edəcəyik. Yatmazdan öncə bunu edəcəksiniz. Tam rahat bir ruh sakinliyi, ruh rahatlığı olacaq. Niyyət edirik. Mən nur, sevgi və huzur içindəyəm. Və ardıca təkrar edirsiniz. Təsəvvür edin ki, sizin bədəniniz yumuşaq, çəhrayı işıq sarır. Yəni bunu belə də edə bilərsiniz. Yəni yumurta, sanki düşünün yumurta qabığının içindəsiniz, amma yumurta qabığı çəhrayı rəngdədir. Sizin bütün bədəninizi sarmış və deyirsiniz: ruhum sakitdir. Həyatım gözəlliklə doludur. Və nəfəs alırsınız, işıqla dolur. Nəfəs verirsiniz, qaranlıqlar buraxırsınız, qaranlıqlar yox olur. Huzur içinizə daxil olur və siz rahatlıq tapırsınız. Dərindən yuxuya getməzdən əvvəl gülümsəyin. Ruhunuza gülümsəyin, həyatınıza gülümsəyin. Xoşbəxt olduğunuzu, mutlu olduğunuzu hiss edin. Hər şey gözəl olduğunu düşünün və gülümsəyərək yuxuya gedin. Hər birinizə şifa olsun. Bol-bol su içməyi unutmursunuz. Mesaj bölməsində huzur və daxili sükunət içindəyəm yazmağı da unutmursunuz. Bəyənini unutmursunuz, paylaşımı da unutmursunuz. Təşəkkür edirəm hər birinizə. Hər birinizə şifa olsun. Mənim əziz dostlarım. Sağ olun.